məclisinə bir araya toplanmaq, zikir məclisinə, elm əhlindən, elm tələbələrindən nəsihət eşitmək və bu məclis üçün can atmaq, çalışmaq. Allah Teala'nın övdüyü kəslər bunu edər. Tərif etdiyi kəslər bunu edər. Allah Teala ayətdə buyurur ki, o kişilər ki, onları nə alış-verişləri, nə ticarətləri Allah'ı zikr etməkdən, namaz qılmaqdan, zəkat verməkdən yayındırmaz. Onlar gözlərin bərələ qalacağı və qəlblərin çevriləcəyi bir gündən qorxurlar. Yəni qiyamət günləri. Onlar bu məclisləri niyə edirlər? Zikir məclislərini. Onlar namazı niyə qılırlar? Zəkatı niyə verirlər? Daha ki, ahirətə bir hazırlıq olsunlar deyə. Və Allah Teala nə ilə ayətə başlayır? O kişilər ki, kişilik vəsfi ilə başlayır. Onlar Allah'ı zikr edərlər, zikir üçün toplanarlar, namaz qılarlar, zəkat verərlər.